O Dədə Qorqud filmində Aslanla döyüş səhnəsi var idi. Orada Aslanın həqiqi Aslan idi. Onu bir yazmaq istəməm. O bir faciə edib, bir də mən eləcə işə getməm. Günlərin bir günü dedilər ki, sən şirinəcə, dedim ha, anana yaxınlaşdın, dedim, ana, sən canım, o epizodu dəyişdi, yox, dəyişdi. Deyirəm ki, deyirəm, bax, nə o ev şirin. Nəysə, günlərin bir günü bu şirə bir keşlədə bir miyasa kombinat vardı. O boynuna götürmüşdü. Gündə ona 15-20 kilo verirdi. Bir dənə də hökumət qiymətinə Latviya avtobus vermişdilər bu şirə. O oturacaqları çıxartmışdılar. Bir dənə oturacaq qoymuşlar qabağına. O şiri o yana bir yana aparmaq. Gündən bir gün dedilər ki, düş aşağı, kino studiyada. Partnyorluğu gətirmişlər. Adım gördüm ki, şir oturub şeyin içində. Özü hamıya diqqətlə baxır. Hadi belə açdım, baxdım. Çox diqqətlə baxır. Deyir, amma sən o bu deyəsən, fikirləşir ki, bunun harasından başlayır. Şey vardı, rəhmətli Nazım Ələkbərov, Dədə Qorqud filminin direktoru. Dedi ki, qorxma, bu evdə böyük ev düşünür. Onlara bir misal çəkmişdim, mən bir xarici aktyorun kalendarda bir sözünü oxumuşdum. O imtina edir şirlə çəkilməkdən. Deyirlər ki, bu ev şiridir, qorxma. Bu sütlə böyük, nə bilmir. O aktyor da deyir ki, mən də sütdən böyümüşəm, amma əti məmnuniyyətlə yeyirəm. Onda qalmış ki, şir oldu. Bu dedi ki, o bir dənə yer qoymuşdular, sürücü yeri qoymuşdular, sürücünün yanında bir silenlik, bir dənə də silenlik qoymuşdular, qalan da şir. Nazım Ələkbərov çıxdı, oturdu, indi mənə öyrəlmək istəyir ki, qova görürəm, amma mən qorxum. Çıxdı, oturdu, mən də durmuşam şurada. Dedim ki, Nazım Ələkbərov, çəkilişdə mənə bir şey olsa, heç olmasa uşaqlarıma pensiya kəsən. Bu iş başında olur. İndi olsa deyəcəklər ki, sən nə işin var? Bu oturdu orada, şir də belə diqqətdən baxır. Nəsə şirin ağlına gəldi, yerini dəyişdi. Yeri dəyişəndə Nazımə dəydi, Nazım elə oradan uçdu dəydi. Dedi, bax gözün, səhər heç nə eləmədi bu. Bu yazıb yerini dəyişdi. Nə əsər, nə başlayacaq? Gündən bir günü dekorasiya qurdular, həmin dekorasiya kinostudiyanın həyətində qurdular. Özü bir dənə də belə deşik var. Mən saldılar, bir dənə də kişi gəldi. Çıxmağa qala yerdir. Dedim, bunu bir dənə bazda bir yer şeylər ki, birdən cumhur eləsə qasır. Dedilər, yox, elə görə. Qorxma dəymən. Dedilər ki, indi mənə inandırmasın. Dedilər, onun əyağına gözə görünməyən nazik şey, ipdir, tros bağlamışım. Neyse, mən də inandım bunlara ki, bunlar razı olmaq üçün. Düzdür, müəyyən kadrlar var ki, o mən deyirəm, onun paltarını giyiniblər. Çünki o şir, bu baxır mənim üzümə, mən baxıram, dedilər, hirsləndir. Mən də qorxuram hirsləndir. Belə turunan, belə görəm ki, baxır, durub, qalxdı ayağa belə. İndi şeydə, Tofiq Ağzadə vardı, rəhmətli rejissor, həmin filmin rejissoru. Yuxarıdan o
şey de mikrofonla deyir ki, "Ara qorxma, qorxma. Beyrək, qəhrəmandır, sənin üzündə qorxu hissi var." Dedim, oradan mənim nənəm də deyək.